Hələ bu balaca cəhmənin öz həcmindən böyük danışığına baxın. Halbuki istivanın istiqrar mənasında işlədilməsi sələf alimlərindən səhih bir şəkildə sabit olmamışdır. Fərz edək ki, sələfdən istivanın istiqarra, qərar tutdu mənası sabit olmamışdır. Siz güya bu mövzuda səhih olanları, sabit olmuşları qəbul edirsiniz ki, sahabə, tabi'in və onlardan sonra gələn sələf imamlarından istivanın irtəfəə, alə, saada mənaları sabit olmuşdur. O zaman bunları niyə qəbul etmirsiniz? Elə danışırsınız ki, sizi tanımayan elə zənn edər ki, sizdə nəqillərin səhliyinə qarşı olduqca böyük bir ciddiyyət var. Allah nə aləmin daxilindədir, nə də xaricində. Bəs buna dəlil var, bu sabit olub. Bu hansı sahabə, tabiin və yaxud sələf imamlarından varid olub? Bu küfrü sizin etiqadınızı quran bir çox alimlər öz kitablarında qeyd etmişdir. İndi get, hocalarva denən ki, bunun dəlilini gətirsinlər. Əgər bunu bəyan edə bilməyəcəksinizsə, o zaman siz Allaha və onun elçisinə iftira atanlarsınız.